Oyunun bu tempdə keçəcəyini bilirdik. Düşünürəm, rəqibi yaxşı analiz eləmişdi, amma təəssüflər olsun ki, çox şanssız qollar buraxdıq və belə bir qələbə qazanmaq öz tamaşaçılarımızın qarşısında çox xoşdur və bu 3 xal qazanmaq bizim üçün çox vacib idi yola davam etmək üçün. Çox şadam və ümid edirəm ki, Liverpool'la qarşılaşmada da yaxşı nəticə qazanacaq. Oyundan sonra paltar dəyişmə otağında əsl bayram havası vardı. Biz o anları görmürdük, siz oradaydınız. Bizə təsəvvür eləyərdi. Əlbəttə ki, bu cür turnirdə belə bir qələbə qazanmaq hamı üçün xoşdur və biz də buna çox sevindik, amma işimiz hələ bitməyib. Düşünürəm ki, play-off vəsiqə qazanandan sonra daha da yaxşı qeyd edərik. Oyundan əvvəlki verilişimizdə qonağımız İlqar Qurbanov idi və xüsusən bildirmişdi ki, istəyirəm bugün qələbə qolunu Bəhlul Mustafazadə vursun və qələbə qolunu vurdun. Ona nə demək istəyərdin? İlqar bəyə təşəkkür edirəm ilk növbədə. Əlbəttə ki, çox xoş bir andır hər bir futbolçu üçün və bu mənə nəsib olduğu üçün də çox şadam. Sözsüz ki, qarşıda Liverpool'la maç var. O oyun barədə də fikirlərini öyrənin. Əlbəttə, rəqib haqqında çox danışmağa düşünürəm ki, ehtiyac yoxdur, amma biz də ora yaxşı motivasiya ilə gedəcəyik və hədəfimiz yəni xal və ya xallar qazanmaqdır bu oyunda da. Çox təşəkkürlər, uğurlar. Sağ olun.